İşdən iş çıxarırıq. Nərmin Aşurzadə ilə idarəetmənin əsasları başlayır. Salam, hər vaxtınız xeyir olsun. Belə yaxşı havada biz düşündük ki, nədən danışmaq olar və qərara gəldik ki, təbii ki, müdirlərdən danışsaq daha yaxşı olar və həmçində yüksəliş müsabiqəsi haqqında danışırıq. Həm söhbətim isə 4-cü yüksəliş müsabiqəsinin qaliblərindən olan Orxan Şamilzadədir. Orxan, xoş gəlmisiniz. Necəsiz? Salam Nərmin xanım, hər vaxtınız xeyir olsun. Xoş gördük sizi. Bu gözəl gündə mən də həqiqətən çox pozitiv hiss edirəm hal-hazırda. Hava elədir ki, insana siz zaten belə havada daha çox işləmək istəyirsiniz, yoxsa dincəlmək? Adətən dincəlmək istəyirəm, amma belə deyək də, korporat mühit bizi o qədər artıq hazırlayıb ki, biz işlədikcə də artıq dinlənməyi də eyni zamanda etmiş oluruq. Siz indi öz komandanızı idarə edirsiniz də, düzdür? Bəli. Rəhbər vəzifədəsiniz. Bu 11 günlük tətildən sonra artıq əməkdaşlar gəlib, nə hiss edirsiniz onlarda? Çətin adaptasiya olurlar, yoxsa artıq işləyə bilərlər, yaxşıdırlar? Təbii ki, 11 gün kifayət qədər böyük bir pauza sayılır, amma biz komandamızla işləmə mühitimiz o qədər sərbəst və rahatdır ki, onlar heç də çətinlik çəkmirlər bu mövzularda. Yəni böyük bir adaptasiya prosesi çəkmir. Adətən ilk gün, ikinci yarısında artıq iclaslardan sonra hər kəs hazır olmuş olur. İnanın, bütün müdirlər belə düşünür ki, biz o qədər yaxşı mühit yaratmışıq ki, heç bir problem yoxdur adaptasiyada. Məncə mühitin tam belə ideal vəziyyətdə olması, hər kəsin, işçilərin rahat hiss etməsi və təbii ki, burada iş yükü bölünməsinin ədalətli olması bu adaptasiya prosesini daha da rahat və sürətli edə bilər deyə düşünürəm. Orxan, sizin fikrinizcə yaxşı iş mühiti, bu uyğun, hər kəsin tez uyğunlaşa biləcəyi mühit necə olmalıdır? Burada mən belə düşünürəm ki, rəhbərlərə əsas düşən öhdəlik işləri məsul şəxslərə tamamilə ötürmək, onlara məsuliyyət vermək, işləri görüb nəticəni sizə çatdıracaq formada belə bir iş bölünməsi etməkdən ibarətdir. Əks təqdirdə əlavə kontrol mexanizmlərinin tətbiqi insanlarda əlavə narahatçılıqların yaranmasına gətirib çıxarda bilər deyə düşünürəm. Mən şəxsən öz təcrübəmdə hər iki seçim yolunda sınadığım üçün zənnimcə insanlara sırf məhz özlərinin çalışa biləcəyi və sərbəst şəkildə qərar verəcəyi mühiti yaratmaq daha effektiv olur. Bu sərbəstliyi necə düzgün idarə etmək lazımdır? Məsələn, nə qədər sərbəstlik vermək olar? Hansı məqamda müdaxilə etmək mütləq vacibdir? Bütün bunlarla bağlı və daha çox da rəhbərlər üçün müasir trendlər nələrdən ibarətdir? Bu haqqda da müzakirələrimiz olacaq, amma çox qısa reklam fasiləsindən sonra. İş dünyası ilə bağlı aktual söhbətlər, faydalı məsləhətlər, maraqlı qonaqlarla müzakirələr İctimai Radioda. Nərmin Aşurzadə ilə idarəetmənin əsasları başlayır. Həmsöhbətim isə yüksəliş müsabiqəsinin qaliblərindən biri olan Orxan Şamilzadədir və biz orada qalmışdıq ki, komandaya hara qədər sərbəstlik vermək olar? Müasir dövrdə həqiqətən də çox belə deyək də danışılan, müzakirə olunan mövzulardan biridir məhz bu dediyimiz. Mən belə qeyd etmək istərdim ki, almanların çox sevdiyim bir deyimi var. O da güvən yaxşıdır, ancaq nəzarət daha yaxşıdır. Burada bu keçid nöqtəsini elə etmək lazımdır ki, biz insanlara, kolleqalara güvənsək də, mütləq şəkildə rəhbər olaraq bu nəzarət mexanizmini, prinsipini qətiyyən əldən vermək olmaz. Əslində bir nöqtədən sonra rəhbərlikdə bizim etdiyimiz işlər daha çox nəzarət, sorğulama, bu tip təkrarlanan rutinə keçdiyindən nəzarət prinsiplərini müxtəlif artıq yaradıcı alətlər vasitəsilə də kontrol etmək mümkündür. Misal üçün, individual KPI-lər və yaxud da ki, korporativ KPI-lər məhz bunun üçün doğru şəkildə düzəldilərsə və tətbiq olunarsa, məncə görülən bütün işlərdə kifayət qədər yüksək səmərə əldə etmək mümkün olar. Niyə sizcə nəzarət sözü belə bizə darıxdırıcı, bəzən daha çox məhdudlaşdırıcı bir anlayış kimi gəlir? Doğrudan elə bundan ibarətdir. Məsələn, mən 51% negativ nəsə ağlıma gəlir. Bu, bilirsiniz, ənənəvi köhnə metodlarda həqiqətən də nəzarət dedikdə yuxarıdan baxan, kontrol edən əl, çəkilmiş çərçivə, bağlanılmış böyük sərhədlər, keçilməz olan xüsusi yox qərarları
ağla gəlsə də, müasir dövrdə buna yumşaq bir ad hələlik tapılmasa da, yenə də nəzarət prinsipi öz belə deyək də ağırlığını da eyni zamanda qorumaq məcburiyyətindədir. Çünki komanda nə qədər yaxşı olursa olsun, nəticədə biz insan övladıyıq və hər zaman xətaya belə deyək də yer var. Buna görə də mən düşünürəm ki, o kontrol mexanizmi nə qədər sərt səslənsə də öz ağırlığını qorumaq məcburiyyətindədir. Bu üsullar komanda üzvlərinə görə dəyişə bilər. Məsələn, filan kəslə bu nəzarət mexanizmi yaxşı işləyir, amma filan kəsdə yox. Təbii ki, yəni bunu belə deyək də bir qayda bütün hər kəsə aiddir formatında getmək məncə doğru olmaz. Çünki həqiqətən çox yüksək məhsuldarlığa malik, amma bu insanla sadəcə müxtəlif formada kommunikasiya etmək, müxtəlif formada işləmək lazımdır. Yəni onun uyğun formada bir metod əgər tapa bilsəniz, o insanın bəlkə də komanda üçün çox böyük töhfələri ola bilər. Əks təqdirdə hər kəsə tətbiq etdiyiniz o mexanizmi bu yoldaşa da aid etsəniz, bu zaman biz onu çox böyük ehtimalla itirmiş ola bilərik. Yəni bunun üzərinə də həqiqətən müasir dövrdə olsaq belə çox bir sıra nümunələr mən sizə göstərə bilərəm. Hətta bir sıra belə deyək də məktəbi tərk etmiş, amma hal-hazırda böyük sahibkarların, məsələn texnologiya sahəsində xüsusilə ayrılıb öz şirkətlərini qurmalarında da səbəb məhz öz rəhbərləri ilə öz istədikləri rahatlıq formasında işləyə bilməmələridir. Hansı ki, mənə görə çox yaxşı bir haldır, çünki bu innovasiyanı, yenilikləri eyni zamanda təşviq edir. İndi söhbətimizin əvvəlində başladıq ki, nəzarət yaxşıdır, axırda qərara gəldik ki, pisdir. Bu bilirsiniz necə, bu iki tərəfi də kəsən bir qılınc kimidir. Burada baxılan prizma bucağına görə dəyişir. Mən nəyə görə bunun olmasını eyni zamanda bəyənirəm? Çünki bu təbii formada yeni innovasiyaların, bu tip adamların ortaya çıxmasına gətirib çıxardır, yanlış olduğu təqdirdə. Amma doğru qurulduğu təqdirdə isə təbii olaraq yenə də bu insanlar öz potensialını ortaya qoymuş olur. Bu da dediyim kimi bu iki tərəfli kəsici olan qılınc formatına gəlir. Hansı tərəfə daha çox versəniz, o tərəfdən fayda olma ehtimalı yaranır. Yəni sizdə rəhbərlik hal-hazırda işdə sıxırsa narahat olmayın. Ola bilər ki, bu bir fürsətdir ki, çıxıb gedib öz biznesinizi qurasınız. Nəinki biznesi, yəni belə deyək də bu formatda olarsa, əgər bir şeyi dəyişə bilmirsinizsə, ya onu qəbul edəcəksiniz, ya da mühiti dəyişəcəksiniz. Buna bu qədər sadə baxmaq məncə lazımdır. Məsələn, bu təcrübəniz ərzində də ən nəzarət edilməsi çətin olan əməkdaş necə xatırlayırsınız? Onunla yəni bitirdinizmi əməkdaşlığı, yoxsa nəsə bir yolunu tapdınız başqa cür? Açıqcası mənim hal-hazırda çalışdığım əməkdaşlardan həqiqətən çox məmnunam. Öz təcrübəmdən birbaşa rəhbərlik etdiyim komandada deyə bilmərəm. Amma bizim əvvəlki çalışdığımız komandada olduğumuz mənlə bərabər digər kolleqanın üzləşdiyi çətinliyi deyə bilərəm. Həmin kolleqam həqiqətən də səhər oyanmaqla bağlı ciddi problemi var. Və işə gecikmələri çox olurdu. Amma ki, nəticəyə gəldikdə isə çox professional şəkildə nəticə çatdırır, məhsuldarlıq çox yüksək və çoxu halda da iş bitdikdən sonra ev şəraitində işləyib öz nəticələrini çatdırırdı. Amma həmin dövrdəki bizim rəhbər ənənəvi qayda qanunu daha üstün tutduğu üçün bu kolleqanı sıxışdırmağa çalışırdı. Yenə də bu disiplinə gətirməyə çalışırdı. Töhmət və sair alətlərdən istifadə olunurdu. Bu da nəticə etibarilə o kolleqanın bizim mühitdən ayrılıb daha özünə uyğun olan bir mühitə keçməsi ilə nəticələndi. Bəs müdürünüz buna görə pis olmadı? Yəni tez əvəz olundu həmin şəxs? Təbii ki, tez əvəz olunmadı, amma yenə də belə deyək də onun itkisi komanda yoldaşlarına olaraq biz daha çox hiss elədik, nəinki müdürümüz. Çünki onun əvəzinə də biz artıq müəyyən işləri görməli olurduq keçid periodu ilə bağlı. Amma yeni kolleqalarımız, onun əvəzləyici kolleqaları artıq komandaya daxil olduqdan sonra yəni biz onun əksikliyini getdikcə ciddi formada hiss eləməyə başlayırdıq.
Yəni düşünürəm ki, yəqin ki, əvvəlki həmin müdir də bu əksikliyi Onda neqativ olaraq dəyərləndirər. biz belə qərara gələ bilərik ki, yəqin rəhbərlər üçün hal-hazırda əksəriyyəti üçün ən vacibi nizam-intizamdır. Nəinki qaydalara tabe olmasa yaxşı nəticə verən insan. Mən belə deyərdim. Müasir dövrdə mümkün qədər daha elastik rejimlərə üstünlük vermək daha yaxşı pozitiv nəticələr doğuracaq. Çünki bu Gen Z dediyimiz yeni gələn beta, alfa nəsilləri artıq belə deyək də bununla bağlı sosial şəbəkədə də bir sıra postlar mən artıq görməyə başlamışam. Çox rahatlığına düşkündürlər. Çünki gördükləri hər hansısa bir ən belə deyək də ekstrem case COVID ilə bağlı olan casedir. Bu özlüyündə tənbəlliyi gətirir deyə düşünürəm və yaxud da ki bu tip formada yeni gələn generasiya ilə çalışmaq ənənəvi üsullarla olduğu təqdirdə mən düşünürəm ki, bir nöqtədən sonra artıq işlətməyə əməkdaş, yeni kolleqalar belə tapmaq mümkün olmayacaq. Ona görə mümkün qədər rahat iş rejiminin olduğu, innovasiyanın və kommunikasiyanın əlçatan olduğu bir mühit yaratmaq daha əlverişli olar. Məsələn, siz Orxan məhz özünüz necə bir mühitə rahat iş mühiti deyirsiniz? Mən sizə belə bir nümunə göstərə bilərəm. Mənim üçün bu daha uyğun olar ki, mən özümə aid olan işləri yerinə yetirirəmsə, bütün mənə tapşırılan işləri uğurlu formada həyata keçirirəmsə, mənim işə saat 1 saat gec gəlməyim, 2 saat tez çıxmağım, yəni bu limitləyici çərçivələrdə olmamalıdır. Nəticə etibarilə mən işimi yaxşı formada görürəm. Bu qarşılıqlı rəhbər və işçi arasında bir-birinə olan inam üzərinə qurulmalıdır ki, sağlıqlı və sui-istifadə halları mümkün qədər az olsun. Pandemiyadan sonra bu ən dəbdə olan yanaşmalardan biri də, yəni hibrid çalışmaq və ya kənardan, uzaqdan çalışmaq kimi məsələlər var. Sizcə bu idarə etmədə, ümumiyyətlə rəhbərlərin yanaşmasında, həm də işçilərin idarə olunmasında əsas nələri dəyişir? Yəni ofis mədəniyyəti bitə bilər sizcə həm də bu gedişlə? Bəzi sektorlarda artıq ofis mədəniyyəti mən deyərdim ki, bitmək üzrə idi. Xüsusilə də yüksək texnologiya dediyimiz, məsələn, daha belə deyək, yüksək formada inkişaf etmiş ölkələrdə. Amma bu trend son 2 ildə artıq geriyə doğru irəlilədiyini mən görmüşəm. Çünki böyük korporasiyalar artıq ofislərin boşluğundan heç də məmnun deyillər. Onlar belə deyək də effektivliyin düşdüyündən belə deyək də gileylənirlər və buna görə də misal üçün biz burada JP Morgan'dan Jamie Dimon'u misal göstərə bilərik. O artıq bütün uzaqdan işləmə belə deyək də rahatlığını və yaxud da ki elastikliyi, qaydalarını aradan qaldırmağa çalışır və yeni hal-hazırda New Yorkda qurduqları əsas HQ-lərində bütün distant işləyən əməkdaşlarını artıq öz ofislərinə dəvət etməyə başlayıblar. Məncə burada əsas səbəb nədir buna? Əsas səbəb effektivliyin düşməsi. Yəni distant işlədikdə insanlar arasında kommunikasiya daha azalır, effektivlik daha da azalır. Bəzi hallarda da təbii ki, bu sui-istifadə hallarına daha geniş belə deyək də yaranma ehtimalı yaradır. Amma yəni ofisdə oturub da kimsə YouTube-u açıb seriala baxa bilir də. Məncə bu sizin işlədiyiniz iş mühiti ilə, iş yeri ilə bağlıdır. Çünki bəzi yerlərdə YouTube-u açmaq belə hətta qadağadır və IT şöbəsi tərəfindən nəzarət olunur. Amma bunu edənlər yoxmu desək, yalan demiş olarıq. Çünki məncə bunu edən insanlar da var. Amma dediyim kimi bu corporate şirkət rəhbərinin vizyonundan, onun verdiyi qərarlardan çox ağırlıqlı şəkildə asılıdır. Məndən soruşsanız hansı daha uyğundur? Məncə burada o qızıl ortanı tutmaq lazımdır. Misal üçün 5 günlük iş həftəsidirsə, bunun 4 gününü ofisdən, 1 gününü distant olaraq işləmək olar və əsas da qeyd etmək lazımdır ki, bu sizin gördüyünüz işə görə çox ağırlıqlı şəkildə dəyişir. Əgər siz texniki sahə əməkdaşısınızsa,
mühəndisliklə və yaxud da ki, sahədə hər hansısa bir işlə məşğulsunuzsa, təbii ki, burada sizdə distant işləmək hər hansısa bir dəyər qatmayacaq, əksinə gördüyünüz işin belə deyək də səmərəsiz olmasına gətirib çıxardacaq. Daha belə deyək, sahə ilə və yaxud da ki, texniki ağırlığı olmayan işlər ki, göstərə bilərik. Məsələn, ERP sahəsi, HR sahəsi, maliyyə sahəsi. Bu əməkdaşların distant işləmə şansları daha çoxdur, nəinki sahədə işləyən əməkdaşlar. Hətta belə maraqlı bir hadisə də paylaşmaq istəyirəm. Biz ilk dəfə artıq bu uzaqdan iş rejiminə keçdikdə pandemiyanın nəticəsi olaraq heç kim necə olacağını bilmirdi, artıq ilk dəfə idi və belə bir qayda var idi ki, əgər uzaqdan işləyə bilirsinizsə, siz sorğu yaradırsınız, təsdiqlənir və uzaqdan işinizi görürsünüz. Və bir zaman biz öyrəndik ki, yəni bir texnika operatoru belə uzaqdan işləmək üçün sorğu yaradır. Bu zaman da bu sual yaranır ki, texnika necə sürülür və kim idarə edir? Bir də bax, mənə hərdən elə gəlir ki, Z nəslinin məhz artıq çalışmağa başlaması, ofislərdə onları daha çox görməyimiz, bu gətirib feedback mədəniyyətinin yaranmasına daha çox gətirir çıxardır. Onlar mütləq hər hansısa bir işi görəndə bununla bağlı nəsə fikir eşitmək istəyirlər və daha çox yaxşı eşitmək istəyirlər, amma hər halda bu mədəniyyəti onlar daha çox sorğuluyurlar da, yəni necə oldu, nə düşünürsən və s. Və indi onlara amma feedback verməyin özündə də mən düşünürəm ki, xüsusən də neqativ nəsə çətin bir geri dönüş edirsənsə, burada müəyyən problemlər yarana bilər ki, adam motivasiyasını itirməsin, çalışmağa davam etsin. Yəqin ki, biz rəhbərlər üçün müasir trendlər deyəndə bunları da nəzərə almalıyıq da və onu necə düzgün formada etmək lazımdır. Siz necə edirsiniz? Təbii ki, bu mənim qeyd edəcəyim başlıqlar altında mən bunu kommunikasiya bölməsinə aid edərdim. Birincisi bu feedback mədəniyyəti mənim bəyəndiyim və hər zaman da təbliğ etdiyim mədəniyyətlərdən biridir. Hərçənd ki, ənənəvi metodlarda arasında bu öz yerini heç də geniş şəkildə tapmayıb. Əgər verəcəyiniz feedback belə deyək də, bir çox burada da metodlar var. Adətən hamburger metodu adlandırılır. Yəni mərhələli şəkildə parça-parça ilkin məsələn pozitivdən başlayırsınız, onun yaxşı tərəflərini izah edirsiniz. Ondan sonra isə neqativ tərəfləri birbaşa günahkar edici formada yox, eyni zamanda neqativ feedbacki verdikdən sonra ona bunu necə düzəltmək olar, daha yaxşı necə inkişaf etdirmək olar kimi bu planlarla da eyni zamanda çıxış etmək lazımdır ki, qarşıdakı insanı motivasiyadan salmayaq və yaxud da ki, o həqiqətən də rəhbərin ona dəyər verdiyini, onu sırf günahlandırmadığı, yanlış iş gördüyü təqdirdə belə anlasın və ona güvənsin. Yəni güvən üzərində qurulsun bu qarşılıqlı əlaqələr. Sizə elə gəlmir ki, məsələn, belə olan halda da adam o birinci əvvəlki xoş söz deyirsən, məsələn, sən bunu çox yaxşı eləyirsən. O qarşı tərəfə elə gələ bilər ki, artıq sən neqativ eşidəndən sonra, əsas problemin nə olduğunu eşidəndən sonra elə gələcək ki, o əvvəl dedikləri səmimi deyildi. Sadəcə söhbətin necəsə başlamaq üçün bunları dedi. Yox, təbii ki, yəni bu dediyim kimi bu insanlıq halıdır, bu düşünə bilər, amma yenə də artıq bu sizin işçini necə dəyərləndirməyinizdən çox belə deyək də, onunla daha çox bağlı bir məsələdir. Həqiqətən də yəqin ki, işçinin gördüyü pozitiv işlər və pozitiv tərəfləri var ki, siz onu dilə gətirirsiniz. Və burada mümkün qədər də iki tərəfli belə deyək də dilemma yaratmamaq lazımdır. Ona görə misal üçün deyirəm, bir mövzu fərqli olaraq pozitiv bir inkişaf tərəfini danışırsınızsa, danışdığınız neqativ tərəf çalışmaq lazımdır ki, sırf onunla bağlı olmasın. Ki o təqdirdə biraz ortada səmimiyyətin olub-olmamasını sorğulatdıra bilər feedbacki qəbul edən insanlar tərəfindən. Bir də mənə elə gəlir ki, məsələn, nə ilə razı deyilsənsə, nə isə tənqid edirsənsə, niyə belə düşündüyünü deyəndən sonra həll yolu da təklif etməlisən, mütləq. Məsələn, yaxşı bu pisdir, onda nə yaxşıdır? Məsələn, bunu ifadə etmək lazımdır. Amma həmişəmi sizcə bu belə yanaşmaq lazımdır? Yoxsa bəzən rəhbər sadəcə bu pisdir, get digər variant fikirləş də deyə bilər? Təbii ki, bu mümkün bir haldır. Burada dediyim kimi, ofis içərisində, ofis elə bir ekosistemdir ki, yəni həqiqətən çox belə xarici təsirlərə belə əsaslanan faktorlar var. Bir insanın həmin anda aldığı bir neqativ xəbərdən sonra görüşdüyünüzdə sizə verdiyi cavabla
pozitiv xəbər aldığı zaman verəcəyi cavab arasında fərq yaranır. Hətta belə bir araşdırma var ki, məsələn, Amerikada belə deyək də, jurist qərar verən əməkdaşların statistikasını çıxardırlar. Onlar yemək saatına qədər olan verdiyi qərarlar adətən ağırlıqlı şəkildə negativ trialdır, amma yeməkdən sonraki verdiyi trialların pozitiv olma dərəcəsi yüksəkdir. Yəni bunu nəyə görə bağlandırıram? Yəni qarşı tərəfdəki insanın həmin anda hiss etdiyi belə deyək də, olduğu mood, ətraf mühit belə verilən qərara təsir edə bilər və yaxud da ki, verilən sözə təsir edə bilər. Əgər dediyim kimi görülmüş bütün işlər qaydasındadırsa və çalışan öz rəhbərinə qarşı verdiyi tapşırığı birə-bir yerinə yetiribsə. Əks təqdirdə bir proses baş verirsə, o zaman ziddiyyətin olduğunu müzakirə etmək lazımdır. Amma məncə bu düz fikirdir. Belə olmalı deyil axı əslində. Yəni emosiyalarını deməli idarə edir. Xüsusən təsəvvür edin, bu bir rəhbər şəxsdir. Əhvalı yaxşıdırsa sənə təklifi bəyənəcək, ideya əla, amma əhvalı pisdirsə və sonra yenə o əhval dəyişəcək daim şəkildə. Bilirsiniz, mən sadəcə ofis ekosisteminin... Yo, bilirəm, mən razıyam ki, elədir. Yəni, bu biz emosional intellekt və s. bu mövzuları danışırıq da daim. Ona görə yəqin ki, bunun üzərində çalışmaq lazımdır necəsə. Yo, təbii ki, baxın, mən cümləmədə zaten bunu əlavə etdim ki, əgər rəhbər və işçi arasında qoyulan tapşırıq və təqdim edilən tapşırıq tam uyursa və bu digər xarici təsirlərdən olan faktorlarla bağlı deyilsə, o zaman ortada ziddiyyət məsələsi var. Yəni onu müzakirə etmək lazımdır. Təbii ki, bu doğru bir şey deyil. Bunu heç vaxt təbliğ də etmək lazım deyil. Biz bütün günü, bütün il boyunca təbliğ etdiyimiz meyarların kənarında bir hal olmuş olur. Amma bunlar olmurmu deyə soruşsaq, xeyr, yəni bu rast gəlinən bir haldır bütün idarə etmə qurumlarında. Yüksəliş müsabiqəsində sizi qalibiyyətə ən çox aparan, ən çox qalib edən sizcə xüsusiyyətlər nələr oldu? Mən bütün xüsusiyyətlərin başında soyuqqanlılığı qeyd etmək istərdim. Çünki bəzi hallarda mən həyəcanlandığımda panik atak keçirirəm və panik atak keçirdiyimdə həm fiziki olaraq, həm də ruhi olaraq müəyyən çətinliklərlə üzləşirəm. Bu şiddətlənə də bilir bəzi hallarda. Ancaq yüksəliş müsabiqəsində özümü o qədər soyuqqanlı aparırdım ki, necə bacardınız? Burada bir sıra təlkin metodları var. Bəlkə də hər break yarananda mən bu breakdə özümə aynanın qarşısına keçib fürsətdən istifadə edib təbii ki, belə özümü təlkinləyirdim ki, hər şey yaxşıdır, soyuqqanlı. Dünyanın sonu deyil, narahat olma. Hər şey yaxşı olacaq və bu soyuqqanlılıq vasitəsilə də o qədər mənim belə deyək, dərinimə, kökümə işləmişdi ki, qarşıma çıxan кейslərin mürəkkəbliyini həll edən zaman çox rahat idim. Bunu tez-tez deyirlər, güzgün qabağına keçin, düz gözlərinizin içinə baxın və nəsə deyim. Bu da oradan işləyirmiş də onda. Bunu bəli işləyir. Nə qədər sadə səslənsə belə, bu həmin anda həmin insanın yaşadığı hisslərlə bağlıdır. Yəni bunu içdən eləyə bilirsinizsə, mən elə gəlir ki, bu super gücdür də. Yəni özünüzü təlqinləyə bilirsinizsə və bunu gördüyünüz gündəlik işlərə də tətbiq eləyə bilirsiniz. Orada da reflekt eləyə bilirsinizsə, nəticəsi yaxşı olur. Yəni təkrara getmək istəmirəm, amma mən bütün кейslərdə çox soyuqqanlı idim və mənə elə bilirdim ki, hər hansısa bir yarışmada deyiləm, qarşımdakı insanlar mənim gündəlik üzləşdiyim iş yoldaşlarımdır və adi bir gündür və bir problemi həll etməliyəm kimi yanaşırdım. Və bu da mənə əlavə bir rahatlıq verirdi. İkincisi isə sizin indiyə qədər özünüzü necə inkişaf etdirməyinizlə bağlıdır. Mən hər zaman, mənim əsas ixtisas dərəcəm mühəndislik üzrə olsa da, mən müxtəlif belə deyək də, daha fərqli sahələrdə də özümü inkişaf etdirməyə önəm vermişəm. Maliyyə, investisiya, layihə idarə olunmasını buna nümunə göstərə bilərik. Və belə olduğu təqdirdə siz artıq yüksəliş müsabiqəsində yarı final və final mərhələsində, mən əsas o mərhələlər üzrə danışıram, çünki qalibiyyət oradan çıxır əslində. Siz nəticə etibarilə qərar verməlisiniz və verdiyiniz qərar
tələb olunan kompetensiyalar üzrə yoxlanılır. Nə qədər fərqli istiqamətdə özünüzü inkişaf etdirirsinizsə, bu verdiyiniz qərarın bir o qədər daha sağlam olmasını gətirib çıxardır. Ona görə ikinci faktor olaraq fərqli ixtisaslarda, istiqamətlərdə özümü inkişaf etdirməyim olduğunu qeyd etmək istərdim. Yəni iki əsas xüsusiyyət. Bəli. Hər tərəfli olmağınız və soyuqqanlılıq. Aydındır. Bir də məsələn, bilmirəm yüksəlişdə bununla bağlı кейslər var idi ya yox, amma indi dəbdə olan ifadələrdən biri də odur ki, rəhbər biraz əlçatan olmalıdır insanlara. Yəni onun qəbuluna neçə gün əvvəlcədən yazılmağa falan ehtiyac olmur. Hətta bir yerdə bəzən deyirlər ki, oturanda daha yaxşı olur, open space ofislər və s. Amma əksin deyənlər də var. Yəni bununla bağlı fikirlər müxtəlifdir ki, hər dəfə də əlçatan rəhbər olmaq sizin reputasiyanıza bir o qədər də zərər gətirə bilər. Yəni siz daha çox hansının tərəfdarısınız və yüksəlişdə bununla bağlı bizə necə кейslər olurdu? Mənim şəxsi fikrimə gəldikdə mən əlçatanlığın olmasının tərəfdarıyam. Həqiqətən də bu open space mühitlər bu əlçatanlığı kifayət qədər yarada bilir. Amma belə bir reallıq da var ki, bu ofisdə pecking order və yaxud da ki, bu hierarxiya və o qaydalar özünü yenə də qoruyur. Misal üçün deyirəm, menecer səviyyəsi ilə adi işçi səviyyəsi arasında, məsələn, menecer artıq open space-də tam yox, 4 nəfər menecerin bir yerdə oturduğu başqa bir qapalı mühitdə də olur. Və yaxud da ki, direktor və yaxud da ki, C-level executive-lər tamamilə ayrı otaqlarda oturur. Bu yenə belə olsa belə, mən bunun təbliğ olunmasını istərdim ki, qapıları hər daim açıq olsun. O insanların əlçatanlığı bununla bağlıdır. Nəyə görə? Çünki adi bir işçinin gətirib C-level-ə çatdıra biləcəyi bir feedback, bəlkə də bir informasiya şirkət üçün çox önəmli ola bilər və o gedişata təsir eləyə bilər. Bununla bağlı müasir ədəbiyyatda kifayət qədər nümunələr var, hansı ki, böyük korporasiyalardır, adi əmək işçilərdir, çalışırlar və gedən prosesdə bir yanlışlığı görürlər. Sadəcə yanlışlığı öz rəhbərlərinə kommunikasiya edirlər. Rəhbəri bunu qəbul etmir və yaxud da ki, ignor edir. Və nəticə etibarilə business as usual proses davam edir itki və yaxud da ki, səmərəsiz formada. Bir müddət sonra işçi necəsə bu C-level-ə gedib çatır və bu uyğunsuzluğu ona bildirir və nəticə etibarilə burada radikal bir qərar çıxır ortaya, araşdırılır, kök səbəblərə düşülür, görülür ki, onların bu kommunikasiya kanalı heç də əlçatan deyil. Şəxsən mənim öz çalışdığım şirkətdə adi bir sahə çalışan işçi belə istədiyi təqdirdə və uyğun bir səbəb olduğu təqdirdə rahat şəkildə C-levellərin otağını, qapısını döyüb, mən bu sözü demək istəyirəm, deyə bilər və bu hallarda var. Amma orada da öz menecerləri onda inciyir ki, niyə mən qala-qala mənim üstümdən keçdi, getdi, üst rəhbərliyi ilə danışdı. İdeal olar ki, bu məsələ öz menecerlərinə çatdığı zaman həll olsun. Amma dediyim kimi, bəzi hallarda bu məsələ menecerlərə çatır, ancaq onlar bunu önəmli görmürlər və yaxud da ki, ignor edirlər və proses olduğu kimi davam edir. Yəni son nöqtəyə çatdıqda artıq işçi məcbur olur ki, belə bir addım atsın və təbii ki, bu olduqda menecer üçün mümkün qədər də uyğun bir araşdırma sonrasında cəza və yaxud da ki, digər bir dəyərləndirmə olacağını düşünürəm. Bəs 6-cı yüksəliş müsabiqəsinə qoşulmaq istəyənlər haqqında nə düşünürsünüz? Necə hazırlaşsınlar, nə etsinlər? Mən keçən ilki çıxışımda da bənzər sualı mənə vermişdiniz. Mən onda da qeyd etmişdim ki, yüksəlişdə iştirak etmək istəyən insanlar birinci növbədə şəffaflığı barədə heç bir sualları olmasın dəyərləndirmə anlamında. Çünki yüksəliş mənim həyatımda gördüyüm ən şəffaf, ən adekvat dəyərləndirmə metodlarını tətbiq edən yarışma proqramıdır. Eyni zamanda əgər siz özünüzü inkişaf etdirmək istəyirsinizsə və özünüzü olduğunuz sahədə və yaxud da ki, ölkə səviyyəsində sübut etmək istəyirsinizsə, əmin ola bilərsiniz ki, yüksəliş müsabiqəsi sizin üçün gərəkli bütün bu promotion və yaxud da ki, gərəkli
mərhələlərdə təbliğatınızı apara biləcəyi bir qurumdur. Hazırlığa gəldikdə isə mən yenə də qeyd etmək istərəm ki, burada xüsusi bir uğur formulu yoxdur. Siz əgər indiyə qədər özünüzü yetəri sahələrdə, yetəri kompetensiyalarda inkişaf etdirmisinizsə və soyuqqanlığınızı qoruyacağınız şəkildə məncə qalib olmaq sizin üçün qaçınılmazdır. Təşəkkür edirəm Orxan, gəldiyinizə görə. Çox xoş oldu sizinlə həmsöhbət olmaq. Bugün biz rəhbərlər üçün müasir trendlər hansılardır bu haqda danışırdıq. Həmsöhbətim isə 4-cü yüksəliş müsabiqəsinin qaliblərindən olan Orxan Şamilzadə oldu.